Salam aleykum, əziz və dəyərli izləyicilərim. Soruşurdunuz ki, pelet sobaları qapalı məkanlarda istifadə edə bilərikmi? Bəs bunun tüstüsü varmı? Tüstüsü hara gedir? Gördüyünüz kimi, baxın, qapalı məkanda, bağ evində istifadəsini çəkirik sizlər üçün. Deməli, baxın, belə bir qəşəng havalandırma borusu ilə çəkmişik. Gördüyünüz kimi, bu çölə çıxıntısı olan dımaqodudur. Baxın, gəlmişik yanına, yuxarı hissəsini görürsünüz, zərrə olsun tüstüdən söhbət gedə bilməz. Soruşanlar olacaq ki, bəlkə içəridə yanmır, ağıllılar. 10-11 dərəcədir, divarda temperatur, dəmirə vururam. Dəmirdəki temperaturu görürsünüz, baba, çəkilirəm qırağa, baba, temperatur azalır. Bina evləridir, restoranlardır, avtoservislərdir. Belə qəşəng yerləşdirib, yığıb istifadə edə bilərsiniz. Dəhşət istiliyi var. 100-120 kvadratlıq bir evdir. Pelet sobanı yandırmamışdan öncəki temperatur evin. Və artıq pelet sobanı yandırmışıq. Yandırandan da yarım saat 40 dəqiqə artıq keçib. 40-50 dərəcəyə qədər qalxır. Bayaq ki, həmin divardır. Görürsünüz. Ən böyük qlobal problemimizdir. Dərdləşmirik, danışmırıq bir-birimizlə. Dərdləşirsiniz, danışırsınız dostlarınızla, ailə üzvlərinizlə. Həm də gördüyünüz pelet sobanın görüntüsündən və istiliyindən də həzz almış olursunuz. Kənarında özünə məxsus belə bir stol da var. Bismillah. Çayınızı da içirsiniz. Tələsin bizim bu pelet sobanı əldə eləməyə.